Uzun zamandır gözlənilən İran və Amerika danışıqları başladı. Ancaq başlayır başlamaz İran özünün sərt, kəskin tələblərini irəli sürməyə başladı. Bəli, Gündəm xəbərin efirində 17 fevral tarixli və bir məlumatı diqqətinizə çatdırırıq. Belə ki, Cenevrədə İran və Amerika arasında danışıqlar başlayıb. Bu barədə İranın dövlət televiziyası iri məlumat yayıb. Məlumatda bildirilir ki, İran və Amerika arasında dolayı danışıqlar mesaj mübadiləsi ilə başlayıb. Məlumatda bu şəkil qeyd alınır və danışıqlar mərhələsinin mövzusunun məhz nüvə proqramı ilə əlaqəli olduğu qeyd olunur. Eyni zamanda məlumatda qeyd eləyək ki, İran nümayəndə heyətinə İranın Xarici İşlər Naziri Abbas Əraqçı və Amerika nümayəndə heyətinə isə Amerika prezidentinin xüsusi elçisi Steve Witkoff rəhbərlik eləyir. Məhz rəsmi İran mediasına məlumatında bildirilir ki, danışıqlarda İran Amerikadan sanksiyaların tamamilə ləğvini tələb eləyib.